Bir dənə də duza baxaq. Kalium karbonat hidroliz eləyir suyun təsiri ilə. Çöküntüdürmü? Birinci bax duzda nəyə baxırsınız? Hidroliz edirmi? Hidroliz etməsi üçün nə lazımdır? Çöküntü olmasın. Bu nədir? Kalium. Kalium olan yer çöküntü deyil. Vsyo, əla. İkinci nədir? Bir tərəf heç olmasa zəif olsun. Baxıram, kalium güclü metaldır. Turşu qalığım isə zəif turşu qalığıdır. Hansı turşudur bu? Mən cavab verənə kimi bir dənə fikirləşin. H2CO3 karbonat turşusudur bu. Yaxşı. Hidroliz elədik. Əsasi mühit əmələ gəlir. Hardan bildim əsasi mühit olduğunu? Baxıram. Güclü tərəfin mühiti əmələ gəlir həmişə. Güclü tərəf kimdir burada? Metal, yəni kation. Metal güclüdürsə ona əsasi mühit deyirik və əsası əmələ gətiririk. Əsasın əmələ gəlməsi üçün metal və OH birləşməlidir. Bilirsiniz də, bunu keçmişik axı. Əsaslar nədir? Metal və OH. Metaldan bir dənə götürürsən, iki dənə, ikisini də birdən yox. Birini götürdüm, OH-la birləşdirdim, kalium OH. Üzərinə gəlirəm, nə əlimdə qaldı? Nə qaldı? Baxıram, bax, kaliumun biri qaldı. Hidrogen qaldı ki, dediyim kimi onu ortaya mütləq. Və karbon O3. Gördünüz, mühitin əksi olan turşu. Hansı turşudur bu? Turş duz əmələ gəldi. Bax, turş duz. Hidrogen varsa burada, bu turş duzdur. OH varsa, bu əsasi duzdur. Aha, əmələ gəlmiş bu turş duz birinci mərhələdir bu, aralıq mərhələ. Bax, bunu soruşur testdə. Deyir, bu duzun aralıq mərhələdə əmələ gələn duzunu tapın. Yəni, bu duzun hidrolizi zamanı aralıq mərhələdə əmələ gələn duzu tap. Mühiti tap, əksini yaz. Amma bir şərtlə. Mühitim, okey, əsasidir. Baxırsan ki, turşum nə olmalıdır? Daha doğrusu duzum nə olmalıdır? Mühitin əksi, turş duz. Bir şərtlə, diqqət, o turşu, turş duz əmələ gətirə bilən turşu olsun. Bir əsaslı olmasın. Çox əsaslı olsun. Yəni 2 və daha çox. Görürsünüz H2. Doğrudan da karbonat qalığı, yəni bu turşu qalığı çox əsaslıdır axı. Kalium OH, kalium hidrokarbonat. Vsyo, kalium hidrokarbonatı təzədən hidroliz edirəm, dönər prosesdir. Yenə nə mühit əmələ gəlməlidir? Kalium OH, əsasi mühit. Kaliumu buradan götür, OH-ı buradan götür. Yerdə nə qaldı? H birləşdir bu turşu qalığına, HCO3-ə alınır H2CO3. Vsyo, biz bu duzun əcdadlarını əmələ gətirdik. Atasından anasını. Kalium OH, karbonat. Bura baxın. Sirkə turşusunun natrium duzu. Sirkə turşusu bir əsaslı turşudur. Bu üzvi turşudur. Üzvi turşuda əsaslıq sayı COOH sayı ilə müəyyən olunur. COOH karboksil qrupudur. Bu üzvi turşunun belə deyək də göstəricisidir. Bu qrupu gördünüz, COOH qrupunu gördün. Bil ki, bu turşudur. Neçə dənə hidrogen var burada? 1. Deməli, bu bir əsaslı turşudur. Bir əsaslı turşu turş duz əmələ gətirə bilmir. İndi gəlin baxaq bu duza. Sirkə turşusunun natrium duzu. Hansı tərəf zəifdir? Turşu tərəf. Çünki sirkə turşusu zəif turşudur. Metal hissə qüvvətli metaldır. Deməli, mühitin nə olacaq? Qüvvətliyə görə təyin olacaq mühitim. Necə təyin edeyim mühiti? Qələvi. Necə düzəldək? Metal, OH yazdım. Qələvi mühit. Nə qaldı burada? Hidrogen. Birləşdir COH-a. CH3COH sirkə turşusu. Buraya yazaq sirkə. Aha. Sirkə turşusunu əmələ gətirdik. Mərhələ yoxdur gördüyünüz kimi. Gördünüz? Bir əsaslı turşu olduğuna görə aralıq mərhələ olmadı. Aralıq mərhələdə olan, biz demişdik ya, mühitin əksi olan duz əmələ gəlməli idi. Amma əmələ gəlmədi. Mühitin nədir? Qələvi. Əksi nədir? Turş. Güya turş duz əmələ gəlməli idi burada. Gələ bilməz. Niyə? Çünki bu bir əsaslı turşudur. Turş duz vermir. Birbaşa getdi. Hidroliz mərhələli getmədi. Aydın olur?